Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Prezident İlham Əliyevin sərəncamı ilə Ağakərim Səmədzadə Ekologiya və Təbii Sərvətlər Nazirinin birinci müavini təyin olunub. Oxu.az Ağakərim Səmədzadənin dosyesini təqdim edir. Ağakərim Səmədzadə Bakı Dövlət Universitetində filologiya və hüquq ixtisasları üzrə, Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında dövlət idarəçiliyi üzrə təhsil alıb. Rusiya Federasiyasında hüquq üzrə magistr dərəcəsinə yiyələnib. Əmək fəaliyyətinə keçmiş Azəravtayol dövlət şirkətində başlayıb. Daha sonra Ədliyyə Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnvestisiya Şirkəti ASC və Azərbaycan Biznesinin İnkişafı Fondunda rəhbər vəzifələr tutub. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir sıra medallarla təltif olunub. Baş ədliyyə müşaviri xüsusi rütbəsinə layiq görülüb. Azərbaycan, İngilis, Rus, Türk dillərini bilir. Azərbaycanda boşanmaların sayının artmasının ən böyük səbəbi ailə modelinin dəyişməsidir. Oxu.az xəbər verir ki, bunu dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ailə dəyərləri mövzusunda açıq dərsdə deyib. O qeyd edib ki, qurulan ailələrdə ənənəvi dəyərləri mütləq qorumaq lazımdır. Azərbaycanın statistik göstəricilərinə görə boşanmaların sayı yüksəkdir. Bunu bəzən iqtisadi, sosial və s. səbəblərlə əlaqələndirirlər. Amma əsas səbəb Azərbaycanda ailə dəyərlərinə yad təsirlərin müdaxiləsidir. Beləliklə, ailə modeli dəyişir. Daha çox foto burada. Fotostok.az. Azərbaycanda minimum əmək haqqının artırılması və bu artımın mütəmadi xarakter alması sosial siyasətin əsas hədəflərindən birinə çevrilib. Vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri olan maaş artımı artıq qanunvericiliklə tənzimlənən konkret dövrləri əhatə edəcək. Bu yenilik həm büdcə təşkilatlarında çalışanların, həm də özəl sektorda minimum əmək haqqı alan minlərlə insanın gəlirlərinin sistemli şəkildə yüksəldilməsinə xidmət edir. Nocoment.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, əmək məcəlləsinə edilən son dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu artımlarda dövrlüyün təmin olunması və prosesin qanunla tənzimlənməsi deməkdir. Minimum əmək haqqındakı artım təkcə aşağı maaş alanları deyil, vahid tarif cədvəlinin bütün 19 dərəcəsi üzrə çalışanları əhatə edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən elm, mədəniyyət, idman, ekologiya və digər sahələrdə çalışan, dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılır. Hazırda vahid tarif cədvəli üzrə ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır və artım bütün bu pillələrə şamil olunaraq ümumilikdə 700 min vətəndaşımızın gəlirlərinin artmasına səbəb olacaq. İqtisadçı alim artımın konkret vaxtı ilə bağlı qeyd edib ki, qanunvericilikdəki dəyişikliklər dövlət başçısı tərəfindən 23 fevral 2026 il tarixində təsdiq edilib. Həmin tarixdən etibarən bir il ərzində minimum əmək haqqı məbləğinə ən azı bir dəfə baxılmalı və artırılmalıdır. Bu o deməkdir ki, qarşıdakı dövrdə minimum əmək haqqının artırılması qaçılmazdır və bu proses növbəti illərdə daha mütəmadi xarakter alacaq. Çünki yeni hüquqi baza ildə ən azı bir dəfə artımı birbaşa öhdəlik kimi nəzərdə tutur. Müəyyən illərdə iqtisadi göstəricilərdən asılı olaraq daha çox artımlar da müşahidə oluna bilər ki, bu da birbaşa əhalinin alıcılıq qabiliyyətinin qorunmasına yönələn addımdır. Bəyləqan rayon mərkəzi xəstəxanasında rəhbər heyətlə bağlı kadr dəyişiklikləri həyata keçirilib. Oxu.az Qafqaz İnfoya istinadən xəbər verir ki, xəstəxananın direktoru Bayram Cəbrailoğlu Muradov və İnzibati İşlər üzrə direktor müavini Elnur Nazimoğlu Mahmudov tutduqları vəzifələrdən ayrılıblar. Məlumata əsasən, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı ilə aparılan struktur və kadr yenilənməsi çərçivəsində baş tutub. Bildirilir ki, hər iki şəxs vəzifədən öz ərizələri əsasında azad olunub. Qeyd olunur ki, müəssisədə idarəetmə və təşkilati struktur üzrə dəyişikliklərin davam etdirilməsi nəzərdə tutulur.
Ali məhkəmədə Gəncədə həmkarını öldürən tarix müəllimi Kamal Bayramovun barəsində çıxarılmış hökmdən verilən kassasiya şikayətinə baxılıb. Nocoment az xəbər verir ki, qanlı hadisə 2022-ci il dekabrın 11-də Gəncə şəhərində baş verib. Şəhərin avtozavod massivində 4 nəfər arasında başlayan mübahisə qısa müddətdə kütləvi davaya çevrilib. Münaqişənin mərkəzində uzun müddətdir davam edən borc münasibətləri dayanıb. Məlum olub ki, 1980-ci il təvəllüdlü Əli Bayramov 1986-cı il təvəllüdlü Kamal Bayramovun həmkarı olub. O, ingilis dili müəllimi kimi fəaliyyət göstərirmiş. Kamal Bayramov isə həmkarına təxminən 7500 manat borc verib. İddialara görə həmin pul pensiya düzəldilməsi məqsədilə verilib. Hadisə günü Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxan, qarşı tərəfdən isə Niyazi Bayramov və qardaşı Kamal Bayramov arasında gərginlik yaranıb. İlk fiziki qarşıdurma zamanı Niyazi və Kamal Bayramov bıçaq xəsarətləri alıblar. Daha sonra Kamal Bayramovun odlu silaha əl atması nəticəsində Əli Bayramov güllələnərək ölüb. Hadisədən sonra həm Kamal, həm də Niyazi Bayramov xəstəxanaya yerləşdirilib. İş üzrə Cinayət Məcəlləsinin 121-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İstintaq tamamlanaraq iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Kamal Bayramov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi cəzanı qismən yüngülləşdirərək 18 ilə endirib. Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda əvvəlki instansiyaların hökmü qüvvədə saxlanılıb. Latviyada son həftələrdə dərinləşən siyasi gərginlik ölkə hökumətinin tam tərkibdə istifası ilə nəticələnib. Baş nazir Evika Silina bugün 14 may 2026-cı il tarixində vəzifəsindən istefa verdiyini rəsmən elan edib və prezident Edgar Srinkevitsə istefa məktubunu təqdim edib. Bu addım koalisiya tərəfdaşı olan Progressivlər partiyasının hökumətə dəstəyi dayandırmasından və müdafiə naziri Andris Sprutsun vəzifəsindən kənarlaşdırılmasından sonra qaçılmaz hala gəlib. Nocoment az xəbər verir ki, siyasi böhranın əsas səbəbi mayın 7-də ölkənin hava məkanının ciddi şəkildə pozulması ilə bağlıdır. Həmin gün Latviyanın Rusiya ilə sərhəd bölgəsində yerləşən Rezekne şəhərindəki neft anbarına 2 pilotsuz uçuş aparatı EUA düşərək partlayışa və yanğına səbəb olmuşdu. Hadisədən dərhal sonra Latviya Müdafiə Nazirliyi və ordusu hava məkanını qoruya bilməməkdə və dronlara vaxtında müdaxilə etməməkdə kəskin tənqid olunmuşdu. Məsələnin beynəlxalq miqyas almasına səbəb isə Ukraynanın Xarici İşlər Naziri Andrey Sibihanın rəsmi etirafı olub. Sibihanın bildirdiyinə görə aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin dronlar əslində Ukraynaya məxsus olub və Rusiyadakı hərbi hədəflərə doğru uçub. Lakin Rusiyanın tətbiq etdiyi güclü radioelektron mübarizə, rəhm vasitələri dronların idarə etmə sistemini pozaraq onları qəsdən marşrutdan çıxarıb və Latviya ərazisinə yönləndirib. Ukrayna tərəfi baş vermiş insidentə görə Latviyadan rəsmi şəkildə üzr istəyib və gələcəkdə belə halların qarşısını almaq üçün Baltikyan ölkələrə, eləcə də Finlandiyaya hava hücumundan müdafiə üzrə mütəxəssislər göndərməyə hazır olduğunu bəyan edib. Buna baxmayaraq, Latviya daxilindəki müxalifət və bəzi koalisiya üzvləri hökuməti milli təhlükəsizliyi təmin edə bilməməkdə ittiham ediblər.